Hörmətli auditoriya, hamını salamlamaq istəyirəm. Mənim adım Təranədir. Bugünkü yumurtalıq polikistozu sindromu mövzusundakı webinarda sizi görməyə çox şadıq. Və bugünkü webinarın lektoru, spikeri, hörmətli endokrinoloq, fəlsəfə doktoru tibb üzrə Lalə xanım Səlimxanovadır. İlk növbədə ona təşəkkürümü bildirmək istəyirəm ki, çox sıx cədvəlinə baxmayaraq, çox dolğun iş günü olmağına baxmayaraq, öz bilik və təcrübəsini bizlərlə bölüşməyə hazırdır. Və əminəm ki, çox maraqlı bir həm təqdimat və sonradan da diskussiya olacaq və hər kəs webinardan sonra yəni praktiki işində, fəaliyyətində hansısa ideyalar yəni əldə edəcək. Sadəcə bir 5 dəqiqədə gözləyək, yəni qoşulanların sayı kifayət qədər olsun və sözü ötürəcəm Lalə xanıma. Çox sağ olun hər birinizə. Əziz və dəyərli kollegalar, mənə icazə verdilər ki, webinarı başlayayım və icazənizlə başlayayım. Əvvəlcədən öz təşəkkürümü sizə bildirim ki, siz vaxt tapıb axşam bu yığıntıya maraqla yanaşdınız və qoşuldunuz bu webinara. Sözün düzü bu inozitolla və polikistozla çoxdan məşğul oluram, təcrübə çoxdur. Amma mioinozitol birinci dəfə mənim yanıma gətirəndə və deyəndə o molekuladan mən çox skeptik yanaşdım ki, neçə ildir mən hormonal terapiyanı apara belə bir çətin nəticələri, polikistoz bilirsiniz ki, çox çətin bir müalicə olunan bir problemdir. İnozitol burada nə eləyə bilər? Hormonlar eləyə bilmirlər, inozitol eləyə bilər. Amma 2 ildən çox bu yanaşma və bu mənim bölgəm tamamilə dəyişdi. Çünki mən həqiqətən inozitolun güclü təsirini öz xəstələrimdə gördüm, nəticələri gördüm və hal-hazırda mən deyə bilərəm ki, hormonal terapiyadan get-gedə mən uzaqlaşıram. Mioinozitolun istifadəsini hormonal terapiyadan daha çox üstünlük verir. Mən bunu ona görə demirəm ki, indi Confavidadan, mioinozitoldan Şərq Grand Medical'ın şirkətinə görə danışıram, webinar aparıram. Həqiqətən bu gerçəklik vəziyyətini polikistozun müalicəsində özünü təsdiq elədi və indi çoxlu tədqiqatların nəticələrini də mən sizə təqdim eləyəcəm, amma ondan da başqa dedilər ki, təklif elədilər ki, öz case'lar, bu bizim birinci görüşümüzdür bu mövzuda. Sonra mənim öz şəxsi nəticələrimi də verə bilərəm, amma o nəticələr ki, bu 10 ilin, təxmini 10 ilin ərzində yığılan nəticələr, minlərcə tədqiqatları öncədən sizə təqdim eləmək istəyərdim. İnozitol nədir? İnozitol ədəbiyyatda deyirlər ki, inulin adlanır ya da ona deyirlər ki, karbohidrat molekulası var. Amma karbohidrat deyil və deyirlər ki, vitamin B9'dur. Vitamin B9 da deyil və ona çox yaxşı belə bir terminologiya veriblər ki, xülasə deməli mioinozitol, inozitol bu deməli çox vacib bir bioloji aktiv maddədir. Kimyəvi strukturası oxşuyur karbohidratlara
Ama orqanizmdə çox böyük bir rolu var. Mioinositol əsas sağlam böbrəkdə sintez olunur 75%. Beyində 10-15 dəfə qan dövranından konsentrasiyası çoxdur. Spermada 3 dəfə qan konsentrasiyası da çoxdur. Və embrion toxumalarda aktiv şəkildə toplanır. Gestasiyanın ortalarında fetal plazmatik konsentrasiya da anadan 5 dəfə yüksəkdir. Deməli, gör, hansı hədəf orqanlarda bunun toplanması öz mühümlüyünü yenə də təsdiq edir. Belə baxanda mioinositol qoy köynə adı, mən xəstələr dedim ki, bu vitamin B8-dir, çünki ona bənzəyir. Amma bu, deməli, tərəvəzdə, meyvədə, sonra ətdə və zülal pendirdə, yəni belə bir yeməklərdə biz onlara rast gəlirik. Amma rast gəlsək də, deməli, yeməyi pişirəndə termal təsirdə onlar parçalanır və mənimsələnmir. Bitki şəkildə onlar tez orqanizmdə mikroelementlərlə xilaslaşır, bağlanır və ona görə də onun aktivliyi və onun hasil olmağı biraz çətinləşir. Həm də çay, kofe, sigaret onun mənimsələnməsinə də mane olur. Ona görə də bizə inositol çoxlu patologiyada əlavə istifadəsi lazımdır. İnositol hansı təsirə malikdir? Lipotrop, lipid dövranını növranlaşdırır, membran qoruyucudur, hüceyrə divarlarının keçiricini azaldır, antiaterosklerotik təsiri sübut olunur, mineral maddələrin mübadiləsində ilk növbədə mis və sink balansını tərazlaşdırır, osmolit, müxtəlif nov strelklər altında zülal strukturunu sabitləşdirir, sağ qalmağı və funksionallığı yaxşılaşdırır. Antidepressant aksiyoglitikdir, yəni mən ondan öncə dedim ki, beyində onun konsentrasiyası ən yüksəkdir. Və nəhayət çox böyük bir əhəmiyyətli təsiri odur ki, atipik hüceyrələrin inkişafını, yəni zəif diferensiyaslaşmış hüceyrələrin inhibitorudur. Süd vəzidə, qaraciyərdə, bağırsaqda, mədaaltı vəzdə və dəri toxumalarda onların böyüməsinə mane törədir. Polikistik yumurtalıq bu şəkil bizə hamıya tanışdır və polikistik diaqnozu nə qədər də çətin olsa da bu vaxta qədər kriteriyalar eyni qalır. Yəni 2003-dən başlamış indiyə qədər kriteri eynidir. Yəni 3 dənə əsas əlamətin üçündən ikisi varsa biz bu vəziyyətə polikistik vəziyyət deyə bilərik. Yəni kliniki və biokimyəvi hiperandrogeniya, oligo və anovulyasiya, ultrasens polikistik yumurtalıq. Üçündən ikisi varsa, deməli, polikistoz təsdiq olunur və bu üçündən biri 4 növ fenotip yaradır. Klasiki, ikisi və 2 dənə qeyri-klasik, daha müsbət gedən bir polikistozdur. Və polikistozda baxmayaraq indi əsas bunun patogenezinin amili təkanı insulin müqavimətidir və insulin müqaviməti hədəf toxumaların insulinə qeyri-kafir reaksiyası, insulin ifrazının kompensasiya edici artması, pankreasın tükənməsi, yüksək qan şəkəri, diabet, metabolik sindromdan da başqa insulin yumurtalıqlarının tərəfindən androgenlərin istisalını stimullaşdırır və yumurtalama pozğunları, folikulda yumurtanın tutulması, yəni ovulyasiyanın kist əmələ gəlməsi. Ondan da başqa hormonal balansı, androgenləri, insulin direnci, androgenləri çoxaldır, LH, FSH nisbini çoxaldır, insulin çoxalır, progesteron azalır. Onun nəticəsində aminariya, disminariya, PMS sindrom, anovulyasiya, sonsuzluq, kişi tipli piylənmə, dislipidemiya, metabolik sindrom.
Çox böyük tədqiqat, Balırcıoğlu'nun tədqiqatı göstərir ki, polikistoz olan qadınların qanında mioinozitol 2 dəfə sağlam qadından azdır. Və ondan da başqa filtrasiya ilə, yəni gündəlik böbrək ifrazı da polikistik qadınlarda 2 qatı daha çox ifraz olur, nəinki sağlam qadında. Deməli, burada mioinozitolun polikistozda sübut o mühüm molekula, ona deyirlər ключевой, yəni əsas siqnal molekulu tək insulin dirənclikdə yox. Bütün hormonların tənzimləməsində onu birazdan da təqdim eləyəcəm və menstrual siklin ən mühüm molekulu hansı ki idarə eləyir, o mioinozitol hal-hazırda bugün də hesab olunur və bunu böyük tədqiqatlar göstərir. Mioinozitol bu tədqiqatda Cinazani, bu çox ginekologlar bilirlər ki, Cinazani bu ən deməli ginekoloji endokrinologiyanın cəmiyyətin sədridir və hər 2 ildən bir İtaliyada Cinazani'nin rəhbərliyi ilə ginekoloji endokrinoloji konferanslar keçir və bu səfər də axırıncı 2004-də olub və indi 2006-da olacaq və hər dəfə profesor Cinazani öz çıxışını açanda bir neçə konferans, axırıncı konferanslarda mioinozitoldan başlayır. Çünki əgər qabaq sərgidə də orada biz görürdük kontraseptivləri, hormonal preparatları, amma axırıncı konferansda ancaq mioinozitolu gördük. Hardasa belə bir görsənməyən yerlərdə hormonal preparatların təqdimatı olub. Əsas bütün bu axırıncı konferans mioinozitola sərf olunub. Və Cinazani'nin tədqiqatında mioinozitol qəbuldan 2 həftə sonra insulin səviyyəsi demək olar ki 2 dəfəyə azalır. Yəni insulin dirəncidə rolu və insulin dirəncini aradan götürmək, siz bilirsiniz ginekologlar da, endokrinologlar necə çətindir insulin dirəncini polikistozda və ümumiyyətcə metabolik sindromda aradan götürmək. Xəstə pasiyent arıqlasa da yenə də dirənclik qalır eyni. Amma çəki də itirə bilər. Amma dirəncliyi aradan götürmək çox çətindir. Və burada mioinozitol messenger P3 kinazan messengerin aktivləşməsi ilə sırf insulinin reseptorların həssaslığını bərpa edir və ona imkan verir ki, hüceyrəyə keçib bu bütün glukozanın mənimsələnmə prosesini idarə eləsin. Və mioinozitol hüceyrələrin hormonlarına həssaslığını tənzimləyərək və xəstələrin endokrin və metabolik profilini bərpa etməyə kömək edir. Mioinozitol hüceyrənin insulinə, cinsi hormonlara, hətta somatotrop hormonu, TSH-a həssaslığını artırır. Təkcə insulindən də başqa. Və insulin müqaviməti, yəni insulin dirənciliyi, hipofiz vəzdə LH sintezinin artması, yumurtalıqda TK hüceyrələrin çoxalması və androgenlərin istehsalı, adrenal vəzlərdə androgenlərin istehsalı, qaraciyərdə seks birləşmiş zülalı sintezin azalması, granuloza hüceyrələrin, ootsitlərin, FSH həssaslığın azalması, yumurtalıqda androgenlərin estrogenlərə çevrilən aromatazan fəaliyyətinin azalması. Bu hamısı kaskadla gedən bir patologiyadır və hədəf orqanlarda insulin müqaviməti, hədəf orqanlarda
aromataz aktivliyini artaraq sübut olunub ki, hiperandrogen dermatopatiyanı yaradır. Və əlavə miozitolun qəbulu bu minazinin böyük bir təqdimatıdır, elmi işidir və burada o sübut eləyir ki, əlavə mioinizitol qəbulu serumda testosteronun konsentrasiyasını 66%-ə qədər azaldır və girsutizm və sızanaqları 6 ayın terapiyasında çox yaxşı bir nəticə verir. Bu tədqiqatda mioinizitol qəbul zamanında 12 həftədən sonra LH səviyyəsi deməli əhəmiyyətli salır, LH-FSH nisbəti azalır, HOMO indeksi azalır, menstrual dövrü bərpa edilir amiraneriya və oligomenoriya olan bütün xəstələrdə. Enrico Papaglia'nın tədqiqatında mioinizitol 6 ay ərzində spontan ovulasiyanı bərpa etməyə, həqiqətən mən öz xəstələrimdə də onu görmüşəm, bərpa edir və məhsuldarlığın, yəni fertilliyin reproduktiv sistemini bərpa edir. Yekunlaşdırsaq biz deyə bilərik ki, inizitol ya da mioinizitol fərqi yoxdur, amma sonra başqa bir fərqi mən orada qeyd edəcəm. İnizitol polikistoz xəstələrdə androgenlərin həddindən artıq fəaliyyətini, hirsutizm, akne, mərkəzi piyələnmə, dislipidemiya, hiperinsulinemiya, oligoanovulasiyanı və yüksək LH səviyyəsini və antioksidant vəziyyəti bərpa edir. Qoç qadınlarda bu tədqiqatda, Vittoria Unfer'in tədqiqatında 8-dən 24 həftə ərzində mioinizitol fol turşusu ilə birlikdə 985 xəstədə deməli istisna olunub və metabolik profilin bərpası, trigliserid, ümumi plazma xolesterol səviyyəsinin, insulin müqavimətin, glukoza səviyyəsinin azalması, həqiqətən bədən çəki indeksi, leptin səviyyəsinin azalmasını müşahidə edir. Endokrin profilin bərpası, testosteronun azalması, lüteinci hormonun azalması, hətta prolaktin, insulin, HOMO səviyyəsinin azalması, glukoza talentləri bu işdə sübut olunub. Yumurtalıq funksiyasının bərpa, menstrual siklin bərpası metformindən daha effektiv, onu qeyd edir Vittoria Unfer və reproduktiv texnologiyada ECO biz deyirik ya da süni maylanma nəticələrin yaxşılaşması, stimulyasiyanın dozaları və müddətin azaldır, imkan verir o dozaları azalmaq, oosit keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, yetişməmiş ootsitlərin sayını azaldır və yüksək keyfiyyətə embrionların sayı artır. Bu tədqiqat deməli Koreyada keçirilib və bu tədqiqatda PCOS olan xəstələrdə mioinizitolun effektivliyi və təhlükəsizlik qiymətləri üçün 573 xəstə sistematik nəzərdən keçirilməsi ilə və meta-analiz aparılıb və nəticədə mioinizitol, insulin müqavimə, HOMO indeksi, hiperinsulinemiya bərpa olunması, mioinizitol hipotalamus, hipofiz, yumurtalıq funksiyasında təsir göstərir. Estrogen, seks birləşmiş, cinsi birləşmiş zülal səviyyəsini artırır, lüteinci hormonu azaldır. PCOS olan xəstələrdə estrogen çatışmamazlığı ilə əlaqəli simptomları uyğunlaşdırır. Normal sənədlər əsasən biz təbii ki, endokrin cəmiyyətin protokollarına görə, endokrin cəmiyyətin protokoluna görə və axırıncı protokol polikistozun müalicəsinin protokolunda mioinizitolun deməli müalicəsində, polikistozun müalicəsində mioinizitolun əhəmiyyəti bu protokollarda qeyd olunub
deməli, başqa müalicə ilə birlikdə və deməli, Dünya Səhiyyə Təşkilatı, Britaniyanın və Amerika Endokrin və Reproduktiv Assosiasiyalarda da onların da protokollarında hər yerdə indi mioinizitolun əhəmiyyəti və təsiri təsdiq olunub. İnazitolun və foltorsun əlavəsi PCOS olan qadınlarda reproduktiv protokolların müalicəsində nəticələri. Bu çox böyük bir tədqiqatdır. Regider'ın tədqiqatı və burada 3600, təxmin 4000 qadında 2-3 ərzində mioinizitol folturşusu ilə birlikdə istifadə təcrübəsinin təhlili və qadınların 70% spontan ovulyasiya bərpa edildi. Bu çox böyük bir rəqəmdir. 15% da spontan hamiləlik nisbəti. Testosteronun səviyyəsi 2 dəfədən çox azaldı və çox böyük dəqiqliklə və progesteron konsentrasiyası 5 dəfədən çox artdı. Folikostimulojist hormonun müddəti deməli günə azalıb və o açıq keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşma qeyd olundu. Mioinizitol bu tədqiqatda 12 ayın ərzində PCOS xəstələrdə deməli əlavə kontraseptiv koklarla bir yerdə istifadəsi. Və əgər biz təbii ki, elə bir vəziyyət var ki, kontraseptivlər üstünlük həmişə olmalı. Yəni biz polikistozu klasiki olaraq kontraseptivlərlə bir yerdə istifadə edirik. Amma kontraseptivlərlə tək müqayisədə bu tədqiqatda yalnız kontraseptivi qəbul edən qadınlar və o qadınlara ki, kontraseptiv istifadə edən polikistoza görə yanaşı mioinizitol istifadə olunlarda, onlarda hiperandrogenizm və onun kliniki təzahürləri daha effektiv şəkildə əhəmiyyətli dərəcədə azalır. Yəni, biz kontraseptivi verəndə, əlavə inizitolu işlədəndə həm hiperinsulinemiya qanda, həm glukoza, həm xəstədə lipid profili, həm də nəticədə mioinizitol və kokların deməli birlikdə istifadəsi PCOS xəstələrdə endokrin, metabolik və klinik təzahürlərə nəzarətdə tək koklarla nisbətən daha effektiv bu kombinasiya terapiyası üstünlük verir. Və karbonhidrat və lipid mübadiləsi. Biz həmişə insulin rezistentliyi kök qadınlarla bağlayırıq. Amma mən təcrübədə görürəm ki, həm deməli artıq çəki olan qadınlarda, həm əksinə defisit olan qadınlarda da hər ikisində də problem olur və çəkiyə baxmayaraq bu insulin dirənci problemi hər bir qadın əksəriyyəti indi problemi var. Və əgər biz pi toxumasını götürək və onu endokrin sistem kimi, orqan kimi nəzərə tutsaq və ona görə də piyələnmənin çox böyük bir problemi var və müalicəsində gedişatında mən burada indi bir sadalamaq istəmirəm, amma biz baxsaq ki, bu böyük bir endokrin sistemdir pi toxuması və nə qədər onun deməli bioloji aktiv maddələri və hormonları var. Pi toxumasının hormonların reproduktiv sistemə çox böyük təsiri var. Həm leptinin, həm də adiponektinin. Bədən çəkisi az olan qadınlar üçün hamilə qalmaq üçün niyə çətindir? Çünki aşağı bədən yağı, leptin çatışmamazlığı, ovulyasiya pozğunluğu və amenorreya. Aşağı bədən yağ, estrogen azalır və aşağı bədən ya da hormonların ehtiyatları yoxdur. Aşağı bədən hamiləliyin davam etdirmək üçün enerji ehtiyatı yoxdur.
Kök qadınlarda deməli yüksək yağ toxuması, aşağı adiponiktin, insulin müqavimətinin inkişaf faktoru, koz, hiperandrogenizm, ikinci tip şəkərli diabet, ürək xəstəliyi, hipertoniya, yüksək yağ toxuması, androgenlərin aktiv aromatazası, estrogenlərin az olması, çevrilməsi və hormonun balansı və amulyasiya. Yəni, indi hər iki variantda biz çox böyük əziyyət çəkirik və bunun nəticəsi də çətin olur, bir yaxşı, bir müsbət nəticə almaq. Bu tədqiqat Şaronun bir böyük bir tədqiqatıdır və burada poz diaqnozu çətin qoyulan əsas metabolik və hormonal disfunksiyasıdır. Həyat tərzinin dəyişilməsi, pozun müalicəsi ilə lifin lövbə olacaq və mioinhibitol poz müalicəsində əhəmiyyət qazanan yeni bir dərmandır. Təqdimatımızda mioinhibitol və müalicənin menstruasiyanın nizamlaması və endokrinoloji əhəmiyyətli dərəcədə aşağı LH, FSH və metabolik parametrlərin yaxşılaşması, HOMA-nın yaxşılaşması təsdiq olunur. Bu Rusiyanın işidir və burada nədən fərqlidir? Yəni, o yenə də mioinhibitolun insulinə dirəncliyin təsiri, amma bu elmi iş nə ilə maraqlıdır? Çünki burada bu alimlər deməli bədən kütləni impedans metodu ilə yoxlayırdılar və burada poz xəstələrdə menstrual döngünün dinamikasını, mioinhibitol turşusu kombinasiyasını 3 aylıq müalicədən sonra bərpası və çəkinin azalması. Yəni, heç kəs inana bilməz, çünki indi o qədər dərmanlar var, hamı xəstələr də deyirlər ki, biz gəlmişik arıqlamağa, biz eşitmişik ki, iynələr də var, dərmanlar da var. Amma həqiqətən mən öz təcrübəmdə də görürəm ki, tək burada hormonal balansın bərpası ilə, insulin dirəncliyin bərpası ilə yanaşı, bədən çəkisi həqiqətən mioinhibitolla çox yaxşı gedir. Və yenə də mən sizə təqdim edirəm beynəlxalq tövsiyələrdə inhibitol poz müalicəsini və burada inhibitol ikinci bir xəbərçi rolu oynayaraq, messenger oynayaraq və insulinin reseptorlarının siqnalizasiya mühüm rol oynadığı göstərilir. Son sistematik araşdırmalarda göstərilir ki, inhibitol poz olan xəstələrdə yumurtalarda ovulasiya və menstrual siklin müsbət təsirini göstərir. Yəni, bu axırıncı poz müalicənin protokoludur və mioinhibitol effektivliyinə dair mövcud sübutlara empirik terapiya hesab edilməli və həkimlə məsləhətləşdirmək sonra təyin edilməlidir. Menstruasiya pozğunlarını biz tanıyırıq və bilirik ki, belə bir gözəl bizdə Yox, içəri girirsən. Там mikrofon не отключен у кого-то мешает. Значит, burada biz bu iki fazanı, bu mənim ən sevimli bir şəkilimdir. Çünki bu hər ginekoloqun, hər qadının bir böyük bir xəyalıdır, arzusudur ki, belə bir ideal şəkildə geçsin. Сейчас вот тогда не надо, я не могу. Geçsin menstrual цикл. Включите обратно. Не надо включить. А этот, вот этот спикер. Дальше. Və ona görə də deməli, menstrual siklinin biz terminologiyanı bilirik, aminari, oligen. Mən onları sadalamıram, çünki vaxtımızı çox almaq istəmirəm. Mənim məqsədim nədir ki, mən bunları terminologiyanı sizə yüngülcə yadınıza salmaq istəyirəm. Çünki belə bunları bütün menstrual siklin pozulmasının biz belə bir cədvəllə istifadə eləsək, biz görürük ki, aminariyan disfunksiyanın nə qədər təsnifatı müxtəlifdir. Mən qayıtmaq istəyirəm birinci slayda, harada ki demişəm ki,
Mioinozitol menstrual siklin en vacib bir signal molekulasıdır. Yani mioinozitolsuz hiçbir menstrual siklin hansı olur olsun təsnifatda ve cədvəldə bərpa edici bir mühüm rolu var. Ve menstrual dövrdə biz baxsaq ki, hansı orqanlar ve hansı deməli vəzlər işləyir, biz burada görürük ki, mərkəzi sinir sistemindən, beynin qabıq hissəsindən, hipotalamus, hipofiz, yumurtalıq, uşaqlıq yolu burada hamısı iştirak edir. Və mioinozitol cinsi hormon balansını tənzimləyən əsas molekul. Yine qaydıram bu slayda və yenə də göstərmək istəyirəm ki, həm qalxan varı vəz, həm böyrə üstü vəz, həm yumurtalıqlar, həm hipofiz burada ən başlayan molekul, signal, yəni bu zəncirvari proses mioinozitolla bağlıdır və idare edilir. Xahiş olunur. Kimden mikrofon istəyirsə onu bağlayın. Çünkü eşidilmir. Mikrofonları kim kulak asırsa mikrofonu söndürsün. Çünkü onda bir ses gelmir. Ben onu danışa bilmirəm. Hormonların reseptor signalı yalnız inozitol mövcudluğu tələb edən fosfoinozitol kinaz signal yoluyla işləməsi. Yəni mioinozitol olmasa nə qalxan varı vəz qoşular və idarə eləyər menstrual siklı, nə böyrə üstü köməkçi kimi menstrual sikla köməkçi elər, nə hipofiz, nə də yumurtalıq öz-özünə işləyər. Bu elmi işlərlə sübut olunan bir nəticədir, yekundur. Və Kanfavitanın istifadəsi, yəni kanfavita bu indi o preparatdır ki, miyazitolun tərkibində var. Kanfavitada miyazitolun tərkibində başqa bir əlavələr də var və ona görə də fol turşudan başqa. Çünki bütün mioinozitol satışda olanlar, onlar fol turşu ilə mioinozitolun özüdür. Və kanfavitada əlavə var ərküdə, girdəbiyən və limon turşusu. Və nəyə görə onlar lazım? Birinci, yumurtalıq çatışmamazlığı, resistent yumurtalıq sindromuna kömək edir. İkinci, hipotalamik pozğulu, psixogen aminariya, anoreksiya, nevroz. Axşam verəndə çox yaxşı yatırlar, özlərini yaxşı hiss edirlər. İkinci, funksiyonal pozğunluq, PCOS, pulmoner sindrom da yaxşıdır, piylənmədə də yaxşıdır. Amma burada mən indi ootsutun keyfiyyətindən də danışmaq biraz istəyərdim. Çünki ootsutların tərkibində də mioinozitol var və onun tərkibində nə qədər çox ootsut olsa da o qədər acı keyfiyyətli olur. Ona görə inozitolun qabılı ilə ootsutların və embriyoların keyfiyyətinin yaxşılaşması reproduktiv texnologiyanın nəticəsini ekonom yaxşılaşdırır. Bunu Brusçanın böyük bir təqdimatı təsdiq eləyib 149 xəstədə deməli Brusconun və Mariana'nın tədqiqatında PCOS diaqnozu əvvəlki simulaşma dövründə zəif yumurtalıq reaksiyası olan qadınlarda mioinozitolun 2000 sutkada, yəqin çox insan çoxsunun sualı olacaq, biz hansı dozada verilsin bu mioinozitol, yəni hansı dozada ən yaxşı effekt verilir. Orta doza 2000'dir. Amma mən insulin direncinin yüksək olması və pi təbəqəsi, yəni artıq çəki çox olanda 4000'ə qədər daha yaxşı olur. Və burada göstərdilər ki, inozitol qabılı ilə ootsutların və embriyonların keyfiyyəti yaxşılaşma nəticəsində yaxşılaşır. Və mioinozitol yüksək keyfiyyətli ootsutların yetişməsinə mühüm amilidir.
və embrion keyfiyyətində embriogenez mioinizitolun rolu embrion toxumalarında aktiv şəkildə toplanır. Dölün plazmasını mən ondan əvvəlcə demişdim ki, konsentrasiyası da 5 dəfə çoxdur, nəinki qan dövründə, nəinki ananın qanında. Zigot səthində çoxlu sayda inizitol var və bunlar dolayı olaraq hüceyrə daxili kalsium konsentrasiyasının dəyişməsinin embrional inkişafın preimplantasya dövründə əhəmiyyətli bir təsir göstərir. Bu da böyük tədqiqatdır, hansı ki onu sübut eləyir. Və bu Yaponiyanın deməli alimlərin tədqiqatıdır, hansını ki onlar deməli heyvanlarda, sıçanlarda keçirilir və sübut ediblər ki, erkən mioinizitol toksikliyi heç bir əlaməti əşkar edilmədi. Pre və erkən postnatal inkişafda heç bir pozuntu mioinizitol vermir. Niyə mən indi bundan deyirəm? Çünki mən istəyirəm mioinizitolun deməli reproduktiv nəticələrini yaşlaşdırmaqdan başqa deməli burada qadınlarda insulin direnci problemindən biraz danışım. Çünki biz bilirik ki, həm gestasion diabet var, həm insulin direncili hanımlar hansı ki ana olmaq istəyirlər və biz həmişə bu problemi diskussiya eləyirik. Çünki bəzi ölkələrdə metforminin istifadəsi hamiləlik vaxtı icazə verilir. Bəziləri təsdiq olunmayıb. Olar istifadə eləmək, yoxsa olmaz istifadə eləmək və bu deməli problemdən mioinizitolun gestasion diabet zamanında deməli ilk dəfə hamiləlik zaman diaqnoz qoyulan hiperglikemiya xarakterizə olan xəstəlik, burada mioinizitolun istifadəsi daha üstünlük verir, nəinki çünki mioinizitol həm embriona, həm hamiləyə daha az mənfi təsir ola bilər, nəinki metforminin istifadəsi. Və yeni hamiləlik diabetin biz bilirik təhlükələrini, onu mən sizə slaydı təqdim edirəm, amma fəsadların sadalamıram. Mioinizitol qəbulu hamiləlik diabetin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır. Ona görə mioinizitol qəbul edən xəstələr qrupunda aşağıdakı müşahidə edildi ki, gestasional diabet inkişaf riskini əhəmiyyətli dərəcədə azalması təkmilləşdirir. Oral glukoz tolerant testinin nəticələrinin də vaxtından əvvəl doğuluşdan sayın azalması, yəni bu deməli gündə 2-4, yəni 2000-4000 mioinizitol gestasion diabetin qarşısının alması üçün yeni bir strategiyadır, hansı ki böyük tədqiqatlarla belə bir deməli tədqiqatla sübut olunur. Kilo itkisi həqiqətən ədəbiyyatda da çox var ki, mioinizitol qəbul edən qadınlarda kompleksdə ağrıqlama daha yaxşı olur, daha yüngülləşir. Və ölümcül dördlü hipertoniya, piyələnmə, koronar ürək xəstəliyi, diabet 2. Burada bu mioinizitolun istifadəsi, ondan qabaq mən onun təsirini yenə desəm, yəni lipid mübadilə, təzik, damarlara təsiri və s. Burada bu ölümcül dördlüyə bunun mioinizitolun istifadəsi çox yaxşı bir burada yazılan kimi faydasını biz
görə bilərik və postmenopazal qadınlarda mioinizitolun istifadə tək reproduktiv sistem üçün yox, postmenopazal qadınlarda da oxşar bir təsirini biz nümayiş deməli bu təqdimatda təsdiq olunub. Fol turşuzdan mən danışmaq çox istəmirəm, çünki bütün həkimlər bilirlər ki, həm pregravital, yəni öncə hamiləlikdən planlaşdırmadan öncə və hamiləlik vaxtı mütləq fol turşusu, falatları istifadə etmək vacibdir şu embrionun inkişafı üçün. Və ona görə də mioinizitol və onun törəmələri aşağıdakı üçün vacibdir. Bu, gonadotropin azad edən hormonun təsirinin reallaşmaq üçün, follikul stimulucu normallaşmaq üçün, reproduktiv sistemin işləməsi, blastosit implantasiyası, yumurtalıqların ootsiti, falatla mübadiləsi, yüksək qama sistinin endotelial disfunksiyasının inkişafında deməli bunun da müsbət təsiri var. Yəni endotelial disfunksiyasını da aradan götürür. Konfavitanın doğuş qüsurların qarşısının alınması üçün də çox böyük bir əhəmiyyəti var, təsiri var. Çünki erkən hamiləlikdə fol turşusu əlavəsi ilə sinir borusu qüsurların 70%-in qarşısını ala bilər. Lakin qüsurların 30%-i falata davamlıdır. Ona görə də bu vəziyyətdə mioinizitol falatla davamlı qüsurların riskini əhəmiyyətli dərəcədə azalda bilər. Üstəlik, konfavitanın istifadəsi bunlar da normallaşdırır. Həqiqətən artıq prolaktin ifrazını, menstrual dövrünün qısalması, çünki onun içində ərküdənin yaxşı bir konsentrasiyası var. Konfavita insulin müqavimətinin təzəhürlərin azaldan komponentlərin ehtiva edən bir dərmandır. Beləliklə, androgenin səviyyəsini də azalda bilər, yumurtalığın yetişməsini də yaxşılaşdırır və konfavita hamiləlik şansının artıran mioinizitol və fol turşusunun sinergik, yəni birlikdə daha güclü təsirin birləşməsini ehtiva edir. Konfavita hiperprolaktinemi, yəni bir yeganə bir dərmandır bu mioinizitol tərkibli preparatlarda ki, hansında bu əlavə var ki, hiperprolaktinemiyanı azaldır. Çünki PCOS və hamiləlik monofaz menstrual ciklı və ovülyasiya problemində yüngül prolaktin normadan çox olmasa da onun yuxarı səviyyəsi imkan vermir və ona görə də bu konfavitada olan ərküdənin əlavəsi bu prolaktini çox mülayim, yaxşı salır. Hətta qadınlar kim ki bunu istifadə edir, hamısı deyir ki, bu PMS sindrom, süd vəzdə ağrıları bu konfavita yaxşılaşdırır. Və konfavita mayalanmadan sonra yumurtalığın implantasiyasının şansını da artırır. Çünki orada gildə bir yandan progesterona bənzər bir təsiri olaraq progesteron sintezini artıran deməli, həm də bir yandan da başqa gliserid turşusu da ehtiva edir. Belə baxımdan konfavita hipofiz vəzinin laktotrof hüceyrələrə təsir edir. Həddindən artıq prolaktinin ifrazını spontan induksiya boğur. Nəticədə süd vəzlərdə patoloji prosesləri geri çevrilir, ağrıları aradan qaldırır, estrogen, progesteron arasındakı balansını düzəldir, menstrual funksiyasını bərpa edir. Beləliklə, konfavita yumurtalıqda steroidogenezin tənzimlənməsinin yolu və birbaşa dolayı yolla süd vəzlərinin vəziyyətini düzəldir. Dərman qəbul edərkən qadınların rifahını yaxşılaşdırır, emosional vəziyyətini və döş narahatlığını yox, o süd vəzdə yox olduğunu bildirir. Yəni, bu konfavitanın əlavə bir
təsiridir və çox vacib bir əlavə təsiridir. Konfavitanın təsiri altında menstrual ritmin normallaşmaz kömək edən dövrü lutein mərhələsində siklik progesteron sekresiyasının artım müşahidəsi olunur. Konfavita onlara qarşı dözümlük olan qeyri-neoplastik mənşəli nisbi hiperprolaktinemiyası olan xəstələrdə digər dopamin reseptor stimulatorları və müalicəni alternativ hesab edə bilər. Və konfavita deməli komponent ekogenliyi azalması, genişlənmiş kanalların sayını azalması, süd vəzdə onların konturlarının qeyri-bərabər azalması və süd vəzinin quruluşunda da mastopatiyanın yaxşılaşmasına da imkan verir. Və bu ən vacib sual, onu mən axırda yekunlaşdırıb demək istəyirəm ki, çox preparatlarda yazılıb mioinozitol, başqa preparatlarda yazılıb miodehirainozitol. Yəni var tək mioinozitol tərkibli preparatlar, var miodehirainozitol preparatlar. Niyə hirainozitol posta ovülyasiyanı bərpa edir? Yəni o preparatlardakı mioinozitol və dehirainozitol var. Onlarda müsbət deməli hardasa 80-20-yədir. Yəni o miodehirainozitolun tərkibində 80% mioinozitoldur, 20% dehirainozitoldur. Çünki dehirainozitol o androgenlərə kömək eləyir ifraz eləməyə. Yəni dehirainozitol insulini çoxaldır, dehirainozitol androgenlərə imkan verir əmələ gəlməyə. Və bu münasibət mioinozitolla dehirainozitol belə bir konsentrasiyada onlar menstrual siklı bərpa eləyir. Amma təklikdə mioinozitol yalnız estrogenlərə təsir edir, androgenləri azaldır, estrogenləri çoxaldır. Amma belə baxanda biz bu mioinozitolu deyə bilərik ki, bu estrogenləri yaxşılaşdıran tərkibdir. Dehirainozitol androgenləri və ona görə də miodehirainozitol kişilərdə də istifadə olunur. Mən o slaydları təqdim eləmədim, amma elə tədqiqatlar, çoxlu bir tədqiqatlar var. Haradakı sübut olunub ki, miodehirainozitol spermogenezi çoxaldır. Hətta mən öz xəstələrimdə görürəm ki, yanaşı sonsuzluq hər iki cütlükdə varsa, kişilərdə spermanın faizini, aktivliyini dehirainozitol çoxaldır və ona görə onlara mioinozitol təklikdə vermək olmaz. Amma qadınlarda daha yaxşı təmiz mioinozitol istifadə eləyə bilərik və miodehirainozitol da bu konsentrasiyada, yəni 80-20, o da eyni müsbət təsir verir. Həddindən artıq hirainozitol deməli hiperandrogeniyanı çoxaldır. Ona görə də konfavitada təmiz mioinozitol. Amma yenə də təkrar eləmək istəyirəm ki, əgər sizdə preparat miodehirainozitol varsa və onun nisbəti, əksəriyyəti mioinozitolda, o da istifadə olunur qadınlarda. Və qoz yumurtalığın insulinə cavab olaraq sərf edilən həddən artıq çox mioinozitol dehirainozitol çevrilir və buna görə də normal ovülyasiya qabiliyyətini itirir. Ona görə də mioinozitol menstrual sikli üçün, qadınlar üçün daha əhəmiyyətlidir. Həqiqi praktikada rahatlıq, dərman məhsulu effektivliyi və təhlükəsizliyi klinik sınaqlarda təsdiqlənmiş. Azərbaycanda yeni bir mioinozitolla preparatları, hansı ki Azərbaycanda təsdiq olunan bir yeganə bir preparat konfavitadır. Elektron resept sisteminə daxildir, terapiyanın şəffaflığını təmin edir. Yəni, əgər biz təsdiq olunmuş
bizim respublikada mioinizitol tərkibli preparat varsa, hələlik bu təsdiqlənmiş ancaq Canfavitadır və suspenziya formadadır. Mən xəstələrə deyirəm, bir qapaq gündə bir dəfə yetərlidir konsentrasiyası, amma səhər də içə bilərlər, axşam. Əgər mastopatiya çoxdursa, mən deyirəm, axşamlar içsinlər. Prolaktinin səviyyəsi daha yaxşı salır. Amma əgər mastopatiya yoxdursa, mioinizitolun təsiri, qəbul təsiri daha yaxşıdır. Təcrübələr göstərir və tövsiyələrdə deyirlər, daha yaxşı mioinizitolu təklikdə səhər içmək. Amma Canfavita vəziyyətə baxaraq fərqli olaraq ya səhər, ya axşam tövsiyə olunur və bir qapaq, qapağı da üstündədir, amma xəstələr çox vaxt itirirlər qapağı, deyirəm, bir xörək qaşığı. Aya əgər fasiləsiz mən verirəm çox vaxtı, çünki müalicə belə olunmalıdır, fasiləsiz aya 2 şüşə gedir. Qiymətim sizə deyərlər, qiymət münasibdir. Hərdən deyəndə mənə ki, bax, necə deyirəm, qiymət münasibdir, istifadə çox rahatdır və kompleks tərkib, yüksək, effektiv əlavə dərmanlar da orada ehtiyacın azalır. Çünki orada əlavələr də başqa preparatlardan fərqli, burada əlavələr də çoxdur. Bunları mən ondan qabaq dedim. Və diqqətinizə görə sizə təşəkkürümü bildirirəm. Bu axırıncı slaydı. Əgər kimdəsə suallar var, biz suallara cavab verər. Ya yazı şəkildə, ya indi necə təşkil edəcəksiniz o sualları. İndi suallara biz Tərana xanımla birlikdə sizə cavab verək. Soruşurlar, mioinizitol 16 yaşlı polikistozlu qız uşağına verilə bilərmi və hansı dozada? Canfavita 11 yaşında. Deməli, Canfavita, mən bu sualı çevirim belə. Polikistozda kontrasepsiyanı 11 yaşda biz veririk. Yəni, sübut olunub və protokolda, polikistozun müalicəsinin protokolunda yazılıb ki, əgər yeni yetmə uşaqda siz sübut eləmişsiniz ki, bunda menarxi birinci ay başı başlayıbsa və siz polikistozu sübut eləmişsiniz, təsdiq edirsiniz ki, bu həqiqətən bu uşaqda menarxi başlanıb, amma bu uşaqda yeni yetmə uşaqda 11 yaşında polikistoz varsa, biz mioinizitolu yox, kontrasepsiyanı da, hormonal preparatı da verə bilərik. Nəinki mioinizitolu. Təbii ki, mioinizitol verilir polikistozda. Polikistoz 11 yaşda, 10 yaşda başlayırsa, biz mioinizitolu da verə bilərik, kontraseptiv preparat da verə bilərik, əgər biz əminik ki, bu polikistozdur. Suala deyəsəm cavab verdik. Başqa sual var mı? Bəli, bura şəxsiyə yazıblar. Metforminlə birgə vermək ehtiyacı var mı? Mən bunu görsətdim slayda. Prosta bizdə internet kəsildi və ona görə də belə təqdimat biraz keyfiyyəti azaldı. Orada tədqiqatlarda bir dənə də tədqiqat var idi. Mən indi bilmirəm onu tapa bilərəm yoxsa yox. O tədqiqat göstərir ki, təklikdə metformin insulin direncini daha zayıf aradan götürür. Ama bir yerde metforminle mioinizitolu bir yerde istifade edəndə o daha çok efekt 2 katına güçlenir. Ona göre de mioinizitolu metforminle birlikte çok güzel bir netice verilir. Mioinizitol metforminle de çok güzel netice verilir. Mioinizitol da bu slayda onu gösterir. Mioinizitol şekerli diyabette de şeker saldırıcı dermanlara köməklik eləyir. Metforminle de çok güzel kombinasiya olunur. Hem de kontraseptivlerden onu da mən təqdimatda qeyd eləmişdim. İnsulin rezistentlikdə neçə müddət verilməlidir və Canfavita 18
1750 etivasyon flakonidir stipesət. Hı Nə -hı. qədər edir? Çünki siz dediniz 4000 milliqram vermək olar. Deməli, bir qapaqda 1500 milliqramdır. Əgər mən dedim, yüngül vəziyyətdirsə fərqlidir. Yüngül vəziyyətdədir bir qapaq çatır. Amma məndə elə xəstələr var, çəkisi çoxdur. Koma əmsalı çox yuxarıdadır. İnsulin dirənciliyi çox güclüdür. 5-dən 5-8 koma əmsalı verir. Onda mən verirəm 4000. Amma yəni siz iki qapaq verə bilərsiniz. Səhər axşam verə bilərsiniz. Bir dəfəlik içə bilər. Şirin bir siropdur. Və bu sualı mənə çox vaxtı xəstələr ya da onların valideynləri deyir. Nə vaxta qədər içək insülinə rezistentliyə qarşı dərman. Labmienazitol olmaz. Hətta bahalı iynələr vururuq insülin dirənci üçün. Ya da piylənmə üçün. Ya da nəsə. Deyirəm, hədəfə gələnə qədər. Yəni, biz insülin dirəncini saymırıq müvəqqəti bir xəstəlik. Bu daimi xroniki bir xəstəlikdir. Bəli, nəticə olur. 1 ilə, 2 ilə, 3 ilə, amma elə olur ki, daimi gedir. Yəni, bərpa olunur, çəkini artır, insülin dirənci düzəlir. Amma yenə də stresə düşüb təzədən qayıda bilər bu vəziyyətdə. Yəni, bu xroniki bir prosesdir. Hədəfimiz nədir? Uşağa qalmaq, menstrual siklı bərpa etmək, çəkini atmaq. Mənə deyəndə nə vaxta qədər deyirəm, nəyə görə gəlmişsiniz? Menstrual siklı bərpa etmək. Bərpa edəcəm, ovulyasiyanı bərpa edəcəm, öz başına sikl bərpa olunur, myoinizitolla 2 il ərzində mən bunu konfavit ilə müşahidə eləmişəm. Amma deyirəm ki, haçan ki mən görsəm ki, yumurtalıq, myoinizitolu qəbul eləyə, yumurtalıqda ovulyasiya gedir, endometri qalınlaşır, çünki bunu hamısını myoinizitol eləyir, yaradır və sarı cisimcik əmələ gələn kimi mən də sizinlə vidalaşacağım. Amma onu görməyənə qədər bu dərmanı qəbul eləməlisiniz. Eləməyəcəksinizsə menstrual sikl bərpa olunmayacaq. Onlar da onu çox yaxşı başa düşürlər. Yəni biz izah eləməliyik hədəfə gələnə qədər. Haçan arıqlayarsan, haçan bərpa olunarsan, o vaxta qədər də içməlisən. Bu qripdir, mən onlara deyirəm, soyuq dəymə deyil ki, mən bir aya sağaldım. Təşəkkür edirlər. Halam bir sual olar. Bəli, menopauzik platformu. Вот все время спорят миоинозитол, по-моему, это Кемаль Хан. Все время спорят. Я не спорю, Lal xanım, я вас очень люблю. Teşekkür ederim. Я неправильно выразилась. Не спор. Вот очень многие врачи говорят о том, что вот да, инозитол две молекулы. Это миоинозитол и дохироинозитол. Ага. Дохироинозитол – это андроген, миоинозитол – это эстроген. Ага. Я хочу вам сказать, отхожу от темы комфавиты. Нам нужны ситуации, товарищи гинекологи, нам нужна ситуация, извините, что я пришла на русский, потому что вопрос был по-русски. Нам нужно böyle bir vəziyyət yaranır ki, miomalar, endometrioz, düzdürmü? Çox çətindir müalicələr. Dehirainozitol təbii anti-estrogendir. Mən bir xəstəmə hansı ki illərlə endometrioz kisti ilə əməliyyat olunub, yenə retsidiv verib, üstünə miomalar gəlib. Bax, kəstim hormonal terapiyanı. Təmiz dehirainozitol verdim, 600 milligram. 3 aydan sonra onun, hansını ki mən hormonal preparatla sovura bilmirdim kistanı, endometriozu əridi, miyomalarda 2 qat balacalaşdı. Yəni dehirainozitol anti-estrogendir.
Mioinizitol estrogendir və mioinizitol androgenləri salır, dehidroinizitol androgenləri əmələ gətirir. Və ona görə də bəzi kapsulalarda miodehidroinizitol 80 ilə 20 münasibəti iləndir ki, bizə androgen də lazımdır ki, sonra aromatazı olsun, estrogenə çevirsin. Yəni biz biraz androgen, çox estrogen. Mən bilmirəm, mən siz... Və o ikinci suala cavab vermək istəyirəm ki, klimaksdır. Klimaksın dövrü var. Yəni, əgər bizdə əvvəlcə estrogenlər nisbi düşür və androgenlər üstünlük eləyir əvvəl, o haradasa klimaksın 10 ilin ərzində hələ bizdə estrogen azala androgenlər çoxalmır əgər metabolik sindrom, insulin dirəncilik yoxdursa, normal, sağlam qadında. Bu androgenlər səviyyəsi estrogen ki azalır, androgenlərin səviyyəsi biraz çoxalır. Və ona görə siz ona mioinizitol təklikdə verə bilərsiniz. Amma ən pis vəziyyət o 10 ildən sonra androgenlər ki azalır ha. O onun ən axırıncı pis dövrüdür. Çünki həm mənəvi şəkildə bu qadın olur hər şeyə onu heç nə maraqlandırmır. Çünki testosteron yoxdur, androgen yox olur. Əzələ zəiflik, beyin zəiflik, hər şey verir. Ona görə də axırıncı vaxtda bu Cenazani da deyirdi ki, menopauzadan 10 ildən sonra testosteronu gel şəkildə qadınlara verin. Çünki ikincili hipoandrogeniya gedəndə onlar çevrilirlər bizrazliçli bir adama, ona daha heç nə maraq görür, heç güzgüyə də baxmaq istəmir. Çünki androgen yoxdur. Androgen qadına lazımdır, libido lazımdır, istək lazımdır, özünü gözəl hiss eləmək lazımdır. Yəni androgen də bizə lazım. Və ona görə də bu mioinizitolla, dehidroinizitolu menopauzanın dövründən asılıdır. Təzə mioinizitolu verin, çünki androgen hələ var, estrogen azalır. Ortada siz hər ikisini də verə bilərsiniz ki, bu münasibət qalsın, tarazlaşsın. Amma sonra görəndə ki, bunda hipoandrogeniya gedir və bu hələ müzakirə olunur ki, testosteronu verməyək. Amma mən sizə deyim, Almaniyada çox geniş istifadə edirlər. Bütün 70 yaşında, 65 yaşında arvadlara gel şəkildə verirlər. İndi çoxsu 50 yaşdan sonra cavan qadınlar gedirlər deməli trenajora androgen gelləri istifadə edirlər. Güc gəlsin, əzələ gücü, əzələni biz itiririk çünki androgenləri itiririk. Amma bu təhlükəlidir, yoxsa təhlükə bu tədqiqatlar gedir ki, biz istifadə eləyək testosteronu, qadınlar da klinik. Amma bax, burada bizə kömək eləyəcək dehidroinizitol. Yəni, 65 plus, pajalsa, dehidro verin, androgen azalmasın, androgenini əvəz eləsin. Yəni, mioinizitol, miodehidroinizitol, dehidroinizitol, oca vəziyyətdən asılıdır. Sizin hədəfiniz nədir? Məqsədiniz nədir? Siz estrogeni çoxaltmaq istəyirsiniz, androgeni bərpa etmək istəyirsiniz. Yəni, hər ikisini balanslaşdırmaq istəyirsiniz. Вам еще вопрос. Антиандроген препаратların istifadəsində KOS, deməli, polikistozun guideline-da, mən onu sizə göstərdim təqdimatda, protokolda yazılır. Kontraseptivlər və anti-androgen. Anti-androgenlərin sırasında ancaq qeyd olunub spironolakton, bir də flutamin. Hər
ikisindən istifadə edirik. Hər ikisinin müsbət, mənfi təsiri var. Amma fərqli olaraq iki dənə antiandrogendən istifadə edə bilərik. Və başqa bir antiandrogen bu protokolda tövsiyə olunmuyor. Bu iki dənə antiandrogen var. Hal-hazırda polikistozun müalicəsində mən get-gedə hormonal terapiyadan uzaqlaşıram, çünki o nəticəni ki, mən mioinazitolla görürəm, mən onu kontraseptivlə görmürəm. Çox vaxtı polikistozla qadınlar gəlirlər, yumurtalıq normada, struktur normada, hətta bəlkə kimsə ondan qabaq kontraseptiv təyin edib ki, biraz işçi qəbul edib və s. Hətta hərdən gəlirlər ki, yumurtalıq normadan aşağıdır. Kontraseptivi necə verib, əgər yumurtalıq balacalaşır? Kontraseptiv versəm, ondan da çox balacalaşır. Və sonra mexaniki olaraq keçər yumurtalığın vaxtından tez çatışmamazdır. Ona görə də burada mioinazitolun kombinə olunmuş antiandrogenlə birlikdə və əgər orada antiandrogen fəsad başlayır verir və yəni qanamalar olur, onda əlavə təbii progesteron da eləmək və burada konfavit çox əlverişlidir. Bax, belə bir kombinasiyada mən daha çox istifadə edirəm, nəinki hormonal terapiya. Çox sağ olun. Yazırlar, əlavə konfavitlə yanaşı kabergalin ya destinafiyazına ehtiyacı var. Var. Çünki konfavita orada ərküdə var. Çox gözəl təsir var ərküdən. Mən həmişə soruşurum, süd vəzini ağrıydı, keçdi, hə. Amma o dərəcədə ki, kabergalin, yəni Vestinex, əgər tutalım, mən konfavitanı istifadə edə bilərəm, əgər prolaktin normal yuxarı həddində. Hətta həmişə deyirəm ki, ovulyasiyanı görmək istəyirsinizsə, qoymayın ki, prolaktin 200-dən yuxarı qalsın. Onun səviyyəsini 200. Əgər konfavita onu 240-a qədər salmır və ovulyasiyada siz problem görürsünüzsə, orada kabergalin lazım. Hətta kabergalin çox da yüksək də olmasa lazım. Yəni, o çox fərqlidir. Olur ki, prolaktin normadan da artıqdır, amma ovulyasiya gedir. Keyfiyyətli getmir orada. Orada da nəsə ola bilər, ya olmaya da bilər. Yəni, əgər prolaktin yuxarıdadırsa və ovulyasiya getmirsə, burada tək konfavitanı Destinexlə də, kabergalinlə də istifadə etmək, metforminlə də. Konfavita heç bir preparata, kontraseptivlə də, onu da təqdim elədim burada prezentasiyada. Hər bir dərmanla kombinə olanda daha sinergik, yəni daha güclənir müsbət təsirləri. Doktor, bir də klamifen sitrat soruşurlar ki, mioinazitolla birgə, yəni konfavitana verilir. Bəli. Bax, orada axı görürsünüz, mən həmişə deyirəm, reproduktiv texnologiya və stimulyasiya mütləq lazımdır. Çünki görürsünüz ki, A-çıtın içində, embriyonun içində 5 qatına, 15 qatına konsentrasiya tələb olunur. Yəni, mioinazitol biz harda tapırıq? Beyində çox tapırıq, böyrəkdə çox tapırıq, embriyonda çox tapırıq. Ona tələbət çox böyüdür. Nə qədər çox siz mioinazitol versəz, dozadırlar, belə ikilik dozanı versəz simulyasiyanın fonunda, siz daha uğurlu simulyasiya olacaq sizdə. İstəyirsiniz klamifenlə, istəyirsiniz başqa üsulla, reproduktiv texnologiya. Orada görürsünüz, təqdimatda yazılıb ki, o preparatlardan ki, biz iynələrdən, folikulostimulici, lütinici iynələrdən biz istifadə edirik ki, bu hormonları biz əlavə süni inyeksiya şəklində veririk ki, folikul yetişdirək. Mioinazitolu çox böyük, ikilik dozada verin ki, uğurlu olsun sizin simulyasiyanız. Bir dənə də sual, doktor. Şəxsi praktikanızda hamiləlik baş tutması halları olub mu? Çox olur.
Onu məndən hər dəfə olanda mən Tarana xanıma göndərirəm nəticələri. Ona görə o mənə deyir ki, bəlkə özünə düşələri də deyəsən. Mən dedim ki, deyə bilmərəm çünki mövzu çox böyükdür. Görürsünüz, vaxtınızı çox aldım. Tədqiqatlar çoxdur, amma mən sizə nə qədər tədqiqat göstərdim, təzəlikcə bu axır illərin tədqiqatlarıdır. 3000, 4200, 400 nəfər qadınların tədqiqatları, harda ki konfavitanın, müeyinəcitolun müsbət təsiri, bütün maddələr mübadiləsinin, bütün hormonların mübadiləsində, tənzimləməsində inkişafı və rolu var. Başqa sualı yoxdursa, hörmətli auditoriya, zapis getdi, yəni report var, o videonu da göndərəcək. Mən əlavə təklif edirəm. Əgər suallar varsa, çünki bu kozdur, sonsuzluqdur, anavulyasiyadır, menstrual siklin pozulması və s. Bu çox böyük bir mövzudur. Kimin sualları varsa, siz onları Tarana xanıma da yollaya bilərsiniz. Sonra da biz birlikdə hamıya bir cavablandıracağıq. Amma diqqətinizə görə çox sağ olun. Çox sağ olun. Nəysə arada texniki səbəbdən fasilə oldu. Onlar da hamısı yazılıb, hamıya göndəriləcək. Hamıya təşəkkür edirəm. Yəni bu sayda peşəkarları bir yerdə görmək xoş idi. Çox sağ olun. Всем хорошего вечера. Sağ olun. Sağ olun.